Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Yeni bir video ilə qarşınızdayım. Bugünkü videomuzda bir-birinə maraqlı sualların izahına baxmış olacağıq və müxtəlif mövzularla bağlı suallardır. Birinci sualımız şifrələr mövzusuna aid bir sualdır. Şifrələr mövzusunda nə edirdik? Sütun üzrə baxırdıq. Düzdür, birinci sütun üzrə baxsam görərəm ki, burada 3, 5, 2, 2, 5-dən, yəni 2 dənə 5 var, 2 dənə 2 var, 1 dənə 3 var. Deməli, 1 dənə olan nədirsə, onu tapa bilərəm. Elədirmi? Baxıram, burada 2 dənə üçbucaq var, 2 dənə kvadrat var, 1 dənə də ulduz var. Deməli, ulduzun kodu bu 3 ilə başlayandır. 3 ilə başlayan bircə dənə kodumuz olduğuna görə artıq uzatmağa gərək yoxdur. Artıq bunu tez yadda saxlayıb tətbiq eləməliyik deyə 3524-ü bunun üzərinə rahat-rahat yaza bilərsiniz. Çünki 3 ilə başlayan bircə dənə kodumuz var. Bunu yazandan sonra artıq kvadratın 5 olduğu, daha sonra üçbucağın 2 olduğu, yuxarı baxan oxun 4 olduğu müəyyən olmuş olur. Daha sonra isə qiymətləri yerinə yaza bilərsiniz. 5, 2, 4. Zaten 3, 5, 2, 4 deyilir. Düzdür? Biz hamısını tapmışıq mı? 2 nə idi? 2 üçbucaqdır. 3 nə idi? Ulduzuydu. 4 nə idi? 4 harada? Yuxarı baxan oxdur. 5 nə idi? 5 də kvadrat idi. Bunları tapdıq mı? Bir dənə 6 qalmışdı, düzdür? 5, 2, 4, 6. Deyək, baxın, 524 ilə başlayan bizə dənə kodum var, o da yuxarıdakıdır. 524, bu da 6 yazıram. 6 da aşağı baxan oxdur. Variantlarımıza baxsaq, elə A variantadır. Üçbucaq, ulduz, yuxarı baxan ox, kvadrat və aşağı baxan ox. Bircə dənə 2, 2, 5, 5 dedim, 3-ü tapmaqla neynədim? Digərlərin üzərinə yazdım və hamısı ortaya çıxmış oldu. İkinci sualımızı 2 formada həll edə bilərik. 1, hamısını üst-üstə qoyanda bütöv qara bir kvadrat alınır. Yəni, hər rəng qaralır. Necə? Məsələn, bu ən çox buradadır da. Bu hissəni gətirib bura çəksəz, buradakı hissəni gətirib bura çəksəz, buradakı hissəni bura və nəhayət buradakı hissəni bura qaralasaq, qapqara bir dənə fiqur alınacaq. Düzdür? Bir, bu formada eləyə bilərsiniz. Hamısı o formada gedəcək. Yəni, burada da, məsələn, bu hissə buranı tutacaq, bu hissə buranı tutacaq, bu ikisi açıq qalır. Düzdür? O ikisi açıq qalan hansı variantdır? B variantıdır. Yəni, açıq qalıb ona örtən. Qara lazımdır deyə B variantı olur. Bir, bu forma ilə. Bir də hər fiqurdan hər cərgədə bir dənəsi var. O formada tapa bilərik. Buna baxın, rəqəmləsək, buna 1 deyim, buna 2 deyim, buna da 3 deyim. Baxın, bu 3 fiquru burada da var, 3 fiquru burada da var, 3 fiquru burada da var. Təzələn, bir fiqur, 1 ilə işarələdiyim 1 orada da var, sonra 1 burada da var. Amma görürsünüz, 1 bu birisilərdə yoxdur deyə cavab variantında da o 1 forması olmalıdır. Görürsünüz, həqiqətən B variantındakı 1-dən oxşardır. Eyni zamanda 2 burada var, 2 burada var, 2 burada var. Eyni fiqurlardır, hər cərgədə arasından bir dənəsi olmalı idi. Cavabımız hansı cür həll eləsəz də yenə də B variantı olmuş olur. Üçüncü sualımız. Üçüncü sual rebuslar mövzusuna aid bir sualdır. 20 və 8-in cəmi eləyir 28, 7-ni 4-ə vuranda eləyir 28. 29 ilə 7-nin cəmi eləyir 36, 9-u belə tərəf sayda deyə bilərsiniz, 4-ə vuranda eləyir 36. İndi cavab hissəmizdə 5-i 4-ə vursam 20 eləyər, 6 ilə neçənin cəmi 20-dir, 14-ün deyib C variantını işarə eləyirəm. Dördüncü sualımıza keçək. Hesab əməllərinə aid bir sualdır. Hesab əməllərində həmişə dedik ki, bir məntiqi həmlə olmalıdır, məntiqi hissə olmalıdır ki, oradan hərəkət edib tapmış olaq. İndi buradakı məntiqi həmlə də ondan ibarət idi ki, bax, burada yazılmış 5 çıxaq B, yəni ümumiyyətlə C5 çıxaq C1 B-nin 9 alınması hissəsindən elə həm B-nin, həm də C-nin qiymətini çıxartmış olacaq. B, C tapılandan sonra isə A-nı tapmağa nə var ki, indi görəcəksiniz. Baxıram ki, 5-dən B çıxanda 9 ilə qutarır. 5-dən B çıxanda 9 ilə qutarırsa, B-nin qiyməti 100% 6-dır. Çünki 15-dən 6 çıxaram, 9 eləyər. Düşünün, 3 rəqəmli ədəddən 3 rəqəmli ədədi çıxır, cavabı 9 alır. Deməli, bunlar bir-birinə çox yaxın 3 rəqəmli ədədlərdir. Yaxınlığını da nəzərə alıb, bura 1 verə bilmərəm. Çünki 5-dən 6 çıxa bilmədim, 1-ni verdim axı bura. Oldu 15 çıxa 6, 0 qaldı. Ona görə buna 3 də verə bilmərəm, təbii ki, yadda 2 qalacaq. Ona görə C-nin qiyməti 100% 2 olmuş olacaq. Niyə? Çünki 5-dən 6 çıxa bilmədim. 1-ni aldım, verdim bura. Oldu 15 çıxaq 6 bərabər 9. Burada 1 qalmışdı. 1-dən də 1 çıxanda 0. C-dən də C çıxanda 0. Gördünüz? Yəni, bir-birinə uzaq olmayan ədədlər götürdüm. 25 çıxaq 16 kimi. Əvvəlindəki rəqəmlərdə təbii ki, nəzərə almadım. Belədir də 225 çıxaq 216. Həqiqətən də 225-dən 216 çıxanda 9 eləyir.
Başqa heç bir rəqəmə də ehtiyac qalmır. B-nin qiyməti də oldu 6. 96 oldu. Düzdür? C-nin qiymətini 2, B-nin qiymətini isə 6 formasında yazırıq. İndi burada baxırsınız ki, biri heç oradan A-nın qiymətini təxmin eləyib yaza bilərik. Heç ona ehtiyac da yoxdur. Baxdım ki, burada A6 çıxaq 2A bərabərdir 22 alıbdır. A-dan, yəni 6-dan neçəni çıxanda 2 ilə qutarır? Təbii ki, 4-ü çıxanda. Onda A-nın da qiyməti 4 olur. 46 çıxaq 24 həqiqətən də 22-ni verir. C-nin qiyməti neçə idi? 2, 24, A-nın da qiyməti 4. Baxın indi, bir dəfə 24, 24. 46-dan 24 çıxdım 22. 5-i düşürtdüm aşağı. 9 dəfə 24, 216 edir həqiqətən. 225-dən 216 çıxdım 9. 6-nı buradan endirdim aşağı 96. 4 dəfə 24 gəlib 96 eləyir. Bayaqlarım dediyim təxmin məsələsi nə idi? A-nın qiymətini necə tapmaq? Bu hissəni görməsəydiniz belə, son hissədə bax A-nı 2A-ya vuranda 96 eləyir də. Son hissəyə yazırıq onu. Burada da 4-ü 24-ə vuranda 96 eləyir də. Yəni A-nın qiymətini tapa bilərdik ki, neçədir? 4. Cavabımız oldu C variantı. Gəldik 5-ci suala. Analogiya mövzusuna aid bir sualdır. Həkim, dərman, müalicə. Bunlar arasında bir əlaqəni tapırıq və digər variantda tətbiq edir. Birə-bir eyni olması şərti ilə. Yoxsa variantların hamısını öz cümlələrimlə düzgün çıxardıram. Məsələn, müəllim dərsi kitabdan keçir. Gəldik. Həkim dərmanla müalicə edir. Həkim dərmanla müalicə edir. Müəllim dərslə kitab edir, yox. Əksinə olsaydı, müəllim kitabla dərs keçir. Onda A variantını işarələyərdi. Analogiya mövzusunda mütləq şəkildə yerlərə önəm vermək lazımdır. Bəstəkar, musiqi və not. Bəstəkar musiqi ilə not eləyir, yox. Əskər, post, növbə. Əskər postla növbə eləyir. Əskər postda növbə çəkir, hə, olar. Sadəcə həkim dərmanla müalicə eləyir, ona tam uyğun gəlmir. Baxın, həkim dərmanla müalicə edir, hakim qanunla hökm verir. Həkim onun yerində hakimdir. Burada dərman var, burada qanun var. Burada son nəticə müalicə var, burada da hökm var. Bir-birinə necə də oxşur. Cavabımız oldu nə? D variantı. B də biraz yaxınlıq olur. Universitet dekan kafedə də uyğun gəlmir. Bəstəkar musiqi ilə not yox. Alınmır. Hakim qanunla hökm verir. Həkim dərmanla müalicə edir. Bəli, məncə problem yox. Məncə yox, problem yoxdur. 6-cı suala gəldik. Kamil Turan nəsə bunlar var. Saatlarla başa açarsa məlumdur. Sonanın saatı Eminin saatından 1 saat geridir. Bu şərtlərdə oxuduq, elə bilin ki, Kamilin saatı doğru vaxtı göstərdiyinə görə aşağıdakılardan hansı səhvdir? Baxın, bu tipli suallarda istənilən saatı götürməklə siz o misalın düzgünlüyünü, düzgün cavabını tapa bilərsiniz rahat-rahat. Bundan heç vaxt şübhələnməyin. Kamilin saatı doğru saatı deyir axı. Yəni, hansı saatı götürsək, zaten digərləri ona nisbətən qurulur da. Tutaq ki, Kamilin saatına 10 desəm, 10 olur. Digər burada verilən 5-6 dənə şərtimiz hamısı ona uyğun hərəkət olunmuş olacaq. Və yaxud da ki, saat 12:00 desəm, yenə də eyni qayda ilə gedəcək və bir-birinə münasibətləri heç vaxt dəyişməyəcək. Ona görə bu tip testləri yadda saxlayın, qiyməti rahat-rahat qoya bilərsiniz. Məsələn, deyir ki, Kamilin saatı doğru vaxt göstərir. Deyirəm ki, Kamilin saatı 10:00 göstərir. Və doğru saat, doğru vaxt Kamilin saatı deyə, yəni əsas vaxtımız indi hal-hazırda saata baxırıq 10:00-dır. Başlayırıq. Deyir ki, Kamillə nəzərən hansı var? Baxın, və variantlarda işləyəndə artıq Kamillə əlaqəsi olanı tapırsınız. Kamilə görə Habili tapanda Habillə başqasının bir əlaqəsi olacaq. Belə-belə bütün insanların saatlarını tapmış olacaq. Deyir ki, Kamilin saatı Habilin saatından 45 dəqiqə geridir. Əgər Kamilin saatı Habilin saatından 45 dəqiqə geridirsə, Habilin saatı 10:45-dir. Çünki Kamilin saatı Habildən 45 dəqiqə geri idi. Düz dedikmi? Bəli. Habilin saatından 45 dəqiqə geridir. Sonra ümumiyyətlə deyir ki, Sonanın saatı 40 dəqiqə geridir. Bunun heç kimlə müqayisəsi yoxdur. Ümumi düzgün saatımıza nəzərən deyir ki, düzgün saatımızda nə qəbul eləmişik? 10:00 qəbul eləmişik. Sonanın saatı 40 dəqiqə geridir. Əgər Sonanın saatı 40 dəqiqə geridirsə, onda Sonanın saatı neçə olacaq? 09:20 olacaq. Düzgün saatımız 10:00 nəzərən 40 dəqiqə geri getdik. Bu da getdi. Sonra nə var? Sonanın saatı, gördüm ki, Sonanın saatını tapmışam, artıq Emini tapa bilərəm. Eminin saatından 1 saat geridir. Deməli, Sonanın saatı Eminin saatından 1 saat geridirsə, onda Eminin saatı olacaq 10:20. Bu da getdi.
Sənanın saatı 55 dəqiqə irəlidir. Bu da heç kimlə müqayisə olunmur. Doğru saatımızla müqayisə eləyəcəyik ki, doğru saatımız 10:00 idi. Sənanın saatı 55 dəqiqə irəlidirsə, onda 10:55-dir onun saatı. Turalın saatı Eminin saatından 45 dəqiqə irəlidir. Turalın saatı, Turalın adını qeyd edək bura. Eminin saatına baxın, Eminin saatı 10:20-dir. Onun saatından 45 dəqiqə irəlidir. Yəni 10:20 üstünə 45 gələndə 11:05 eləmiş olur. Bax, gördüyünüz bütün şəxslərin saatları məlumdur. Bəlkə 12:00 yazsaydı fərqli olacaqdı. Xeyr, 12:00 yazsaz düzgün saata. Yenə də onun üzərindən qurulacaq. Bu 12:45 olacaq, bu 11:20 olacaq, bu nə bilim 12:20 olacaq. Bu formada. Yəni eyni saatlar, eyni şeylər olacaq. İstəsəz mən 10:00 yoxladım, sizdə başqa bir saatla yoxlayın görün, alınır yoxsa alınmır. Alınmasa dəyərsiz rəylərdə qeyd edirsiniz. Eminin saatı irəlidir. Buna görə nə istəyir bizdən? Səhvi. Eminin saatı irəlidir. Baxıraq. Nəyə nəzərən irəlidir deyir? Təbii ki, əsas saatımız var ha, 10:00. Ona görə deyəcəyik irəlidir yoxsa yox. Eminin saatı irəlidir. Bəli, əsas saatım 10:00 idi, amma Eminin saatı 10:20-dir. İrəlidir. Sənanın saatı irəlidir. Zaten şərtə baxsa Sənan saat 55 dəqiqə irəlidir. Fikriniz irəli sürmüşdür da. Yenə də 10:00 nəzərən 10:55 bəli, irəlidir. Turalın saatı irəlidir. Baxıram, özü gör nə qədər irəlidir. Bəli, saat 10:00 ala 11:05 ara. Sonanın saatı Turalın saatından 45 dəqiqə geridir. Sonanın saatı hanı? Sonanın saatı 09:20. Turalın saatı isə 11:05. Hə, bax səhv burdadır. Sonanın saatı diqqətli olun, orada məsafələr bir-birindən uzaqdır deyə tələsi keçə bilər son üzərindən. Sonanın saatı Turalın saatından 45 dəqiqə yox. 1 saat 45 dəqiqə geridir. Baxın bu 09:20 üstünə 45 gələndə 10:05 eləyir. 11:05 eləmir. 10:05, bu da 11:05. Deməli, cavabımız olacaq nə? D variantı səhvdir. Çünki Sonanın saatı Turalın saatından 1 saat 45 dəqiqə geridir. Habilin saatı Sənanın saatından 10 dəqiqə geridir. Baxın, Habilin saatı 10:45, Sənanın saatı 10:55. Həqiqətən də 10 dəqiqə geridir. Bitdi. Bu da bizim 6-cı sualımız. Məncə başqa söz deməyə gərək yoxdur. 7-ci sual. Qanun uyğunluğu müəyyən edin. Bu biraz ağla çətin gələ bilər. Burada deyə bilərsiniz ki, sütun üzrə ən böyük rəqəmi götürürük, digərlərini hasil ona bərabər deyə bilərik və yaxud da ki, diaqonal üzrə rəqəmləri götürürük, digərlərini hasil ona bərabər deyirik. Tutaq ki, burada sütun üzrə deyəcəm. Sütun üzrə ən böyük rəqəm neçədir? 6. Burada sütun üzrə ən böyük rəqəm 4-dür. Sütun üzrə ən böyük rəqəm 8-dir. Sütun üzrə ən böyük rəqəm 12-dir. Fikir verdiniz, sütun üzrə, sütun yəqin ki birlikdə, sütun üzrə ən böyük rəqəmlər diaqonal yaratdı. Yəqin ki diaqonalda birlikdə, diaqonal bunlardır. Diaqonal yaratdı, elə iki üsulda eyni şeydir. Bundan sonra nə edirik? Yerdə qalan ədədlər, rəqəmlərin hasili bunlara bərabərdir. Yəni 1 vurulsun 3 vurulsun 2 bərabərdir 6-ya. 2 vurulsun 1 vurulsun 2 bərabərdir 4-ə. 2 vurulsun 1 vurulsun 4 bərabərdir 8-ə. 3 vurulsun 1 vurulsun neçə? 12-yə bərabərdir. Təbii ki 4. Cavabımız olacaq A variantı 4. Keçdik növbəti sualımıza. 8-ci sual. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğunlanan variant seçin deyirdi. Burada ümumi olaraq şəkillərin münasibətinə baxsaq, hər istiqamətə ayrı-ayrı baxa bilərik. Tutaq ki, aşağıdakı hissəyə fikir versəz, üçbucaq bir dəfə bu formada, bir dəfə bu formada, bir dəfə bu formada durursa, yəni birinci ilə üçüncü eynidirsə, ikinci ilə də dördüncü eyni olmalıdır. Dördüncüsü eyni olmayan A variantını silirəm, B variantı eynidir, C variantını silirəm, D variantını silirəm. Gördünüz, bir dənə aşağı baxan üçbucağa görə 3 dənə variantı sildim, qaldı 2 dənə variantım. B və Y variantları. Digərlərində isə yenə də əlaqə axtarmağa çalışacaq görək, oxşarlıq daha doğrusu. Variantlar arasında müqayisə edin. Baxın, yuxarı hissədə eynidir. Mən onun nəyini müqayisə edin, vaxt itirim ki. Həmişə də şəkillərlə bir-birinə səhvliklər tapmaq istəyirsinizsə, variantları öz aralarında müqayisə edin ki, vaxtınız çox getməsin. Baxın, bu hissə eynidir, bu hissə eynidir. Yuxarılar eynidir. Bu tərəf, sağ tərəflər eynidir. Sol tərəflər eynidir. Bircə dənə, bu tərəflər amma eyni deyil. İstəyirsiniz yuxarıya baxın, istəyirsiniz aşağısına baxın. Mən tutaq ki, yuxarı hissəsinə baxacağam. Yəni bu hissədə görürəm, bu formada olmalıdır, yoxsa bu formada olmalıdır. Onu yoxlamaq üçün şəklimizə müraciət edirik təbii ki. Baxıram yenə də. Baxın, bu şəkil 90 dərəcə sağa fırlandı, bu aldı.
Bu şəkil 90 dərəcə sağa fırlandı, bu alındı. İndi bu şəkildə 90 dərəcə sağa fırlasam, 90 dərəcə sağa fırlasam, baxın, xətt belə idi, düzdür? İndi xətt bu formada olacaq. 90 dərəcə yuxarı fırlayanda da bu formada olmalıdır. Yəni bu fiquru artıq 90 dərəcə fırlanmağı beyninizə təsəvvür eləyin. Təsəvvürdən əlavə, yəni 90 dərəcə fırlayanda bu alınır, 90 dərəcə fırlayanda bu alınır. Mən də bunu 90 dərəcə, baxın, saat əqrəbi istiqamətində fırladım. 90 dərəcə. 90 dərəcə nədir? Bir istiqamət dəyişmək. Ox yuxarı baxırsa, indi sağa baxmalıdır elə bil ki. İndi ağ tərəf baxın, elə bil bu hissə 90 dərəcəli söykənməlidir aşağıya. Gördünüz, həqiqətən söykəndə aşağıya. İndi bu forma B variantında yoxsa Y variantında? Təbii ki, B bəndində deyil. Cavabımız olacaq Y. Bitdi. Sualların üzərində çox qalmayacağım, çünki gərək yoxdur. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğunlanan variantı seçin. Qeyri-aşarı operatolardan bir sualımız. Çox düşən üsullardandır, buna diqqətli olun. Bu diqqəti də hardan gətirə bilərsiniz? Düzdür, indi hansısa bir üsulda da əvvəlində ikiyə bölünən rəqəmlər ola bilər. Amma əksərən misalın özü o formada gedirsə, sadəcə ikiyə bölünən rəqəmlər oraya yığılır. 100% həmişə belədir demirəm. Amma əksərən belə olur ki, bir rəqəmlərin xassələrindən istifadə edin. Xassələr deyəndə 2-yə bölünəndir, 3-ə bölünəndir, 5-in misliləridir və s. Bunu nəzərdə tuturam təbii ki. İndi burada da 8, 12, 6, 20, birinci sütuna baxan kimi görəm hamısı 2-yə bölünəndir. Ən azından bir cəhd eləmək lazımdır. 2-yə bölünən olanda da əksərən opsi tərəfdə 2-yə vurulan olur. Yəni bu qeyri-aşarı operatolar nədir? Beynimizdə olan bütün üsulları zaten tətbiq eləməkdə süzgəcdən keçirə-keçirə ki, hansıdır yoxsa hansı deyil. İndi 8-i 2-yə bölsəm 4 eləyər, 3-ü 2-yə vursam 6 eləyər. Cəmləri 10. 12-yi 2-yə bölürəm 6, 8-i 2-yə vururam 16. 16 ilə 6-nın cəmi 22. 6-yı 2-yə bölürəm 3, 1-i 2-yə vururam 2. 3 ilə 2-nin cəmi 5. Nəhayət cavabımızda 20-yi 2-yə bölürəm 10, 8-i 2-yə vururam 16. 10 ilə 16-nın cəmi isə 26. Təbii ki, burada 3 sütunda, 3 sətirdə daha doğrusu eyni qaydanı 4-cü sətrə tətbiq eləməliyik. Hər sətirdə bir qayda olmaz. 10-11-ci suallar. Aysel, Bahar, Cəmilə, Davud var. Şərtləri oxuyub vaxtı aparmaq istəmirəm. Bu şalvar, yaşıl don, qalstuk almışdır. Aşağıdakılar məlumdur. Gözlərdən birini kişi, birini qadın alıbdır. Qara şalvarla kişi qalstuk almamışdır. Sualımızı oxuyaq, şərti ona nəzərən davam etdirərik. Bunun üçün sxem qurada bilərik. Sxem qurub Aysel nəyi almışdı, Davud nəyi almışdı, Cəmilə nəyi almışdı, hamısını yaza da bilərik. Amma sizə indi bu formanı deyəcəm, yadda saxlayın. Çox rahat şəkildə misalımızın doğru cavabına gedə bilərik. Necə? Yəni, mətnin məntiqi təhlil suallarının çoxu bu qədər böyüklükdə olur və onların əksəriyyətini qısa yollardan həll edə bilərik. Məsələn, o qısa yollardan birini deyərəm ki, aşağıdakılardan hansı mütləq səhvdir deyir, düzdür? Mütləq səhvdir deyir və A bəndini oxuyam. Deyir ki, Bahar gözlük almışdı. Bir dənə bu gözlüklə bağlı cümlələri oxuyaq, süzgəcdən keçirək görək, elə bəlkə həqiqətən də mütləq səhv olan budur. Olmasa artıq digərlərinə keçərəm. B bəndini, C bəndini, D bəndini yoxlayaram. Düzdür, deyərsiniz ki, mən birdən-birə mən hardan bilim ki, mən bunların variantları yoxlasam tapa biləcəm. İndi bilmirdin, indi eşitdin, bildin ki, yəni bu formada da rahat üsulla da həll edə bilən üsullarımız, misallarımız var. Yəni hamısı belə olacaq, baxan kimi 2 dəqiqəyə tapacam mı? Yox, amma ən azından bu sualı gördüm, bu sual tiplərini görəndə mən dediyim üsulu tətbiq eləyə bilərsiniz. Aşağıdakılar hansı mütləq səhvdir? Deyir, Bahar gözlük almışdı. Gözlüklərlə bağlı baxın bir fikir var ki, yazıb ki, gözlüklərdən birini kişi, birini isə qadın almışdı. Baxıram ki, daha sonra qara şalvarla kişi qutudur. Bir də axırıncı cümləyə baxın. Gözlük gördüm orada. Çünki başqa heç bir bənddə buralarda gözlüklə bağlı heç bir şey yox idi. Aysel sarı ayaqqabı və gözlük almışdır. Fikir verin. Gözlüklərin birini kişi, birini qadın alıbsa, o qadın da Ayseldirsə, bura nə yazmışdı? Bahar gözlük almışdı. Mütləq səhv deyil. Cavabımız oldu A variantı. Bitdi. Bu qədər prosesləri o qədər düzməyinizlə bunun arasında yəqin ki, vaxt fərqi var. Bu formu tapsızsa nə gözəl. Təbii ki, cədvəllə də taparıq. Cədvəl də çəkəcəm ora. Hərəsinin kim nə yazdığı, aldığı, verdiyi, götürdüyü, götürmədiyi yazacaq, alınacaq. Amma burada gördünüz ki, rahatdır. Aysel ayaqqabı sarı gözlük almışdır. Yəni bunu görmək lazımdır ki, bu hissəni tətbiq edə bilərsiniz. Gözlük alandan biri Ayseldirsə, Bahar gözlük ala bilməz. Çünki gözlüklərdən birini kişi, birini qadın almışdı. O qadının adı isə Aysel idi. Bahar ala bilməzdi. 11-ci sualda deyir, qara şalvarı Emin almışdırsa, Fuad ilə bağlı aşağıdakılardan hansı mütləq doğrudur? Yenə bunu da həmin qayda ilə, rahat qayda ilə tapa bilərik. Necə? Burada baxıram, Aysel, Bahar, Cəmilə, Davud var, Emin var və Fuad var. Düzdür?
Yazıram bura Davud, Emin, Fuad. Bunlardan deyir ki, qara şalvarı Emin almışdırsa. Yazıram bura Emin, qara şalvar. Aşağıdakılardan hansı mütləq doğrudur? Baxaq görək hansı mütləq doğrudur. Şərtlərimizə gəlirəm. Deməli, qara şalvarı alan kişi qalstuk almamışdır. Deməli, qalstuk almaq məsələsindən girişə görə deyir ki, qara şalvar alan kişi qalstuk almamışdır. Qara şalvarı Emin almışdır, düzdür? O qalstuk almayıb. Yazıram bura, qalstuk almayıb. Davud yalnız qara ayaqqabı almışdı. Davud yalnız qara ayaqqabı deyirsə, bura deyirsə, qara ayaqqabı yazıram. Və deyirəm ki, Davud başqa ismini ala bilməz. Bunu da haşiyə alıram. Deməli, fikir verin, qalstuk almaqla hərəkət eləyəcəyik. Qalstuk alan kişi. Yəni, qalstuk alan kişidir da. Qalstuk alan kişidir. Biz yoxladıq ki, görək bu qalstuk alan kimdir? Emindirmi, Davuddur mu, yoxsa Fuaddır mı? Baxdım ki, Emin qara şalvar yazıb ki, qara şalvar alan qalstuk almayıb. Bu şərtimizdə özündə vermiş ki, Emin qara şalvar almışdırsa. Deməli, Emin neynədir? Qalstuk almadı. Davud yalnız qara ayaqqabı almışsa, Davud da qalstuk almadı. Deməli, qalstuk alan kimdir? Fuad. Yazıram bura, qalstuk. Və belə bir şərt vermiş ki, qalstuk alan kişi ağ ayaqqabı da almışdı. Yazıram bura, ağ ayaqqabı. Şərtlərimizi oxuyaq. Fuad ilə bağlı aşağıdan hansı mütləq doğrudur? Qalstuk almamışdır, xeyr, almışdır. Ağ ayaqqabı almışdır, bəli, B variantı mütləq doğru variantdır. Qalstuk alan kişi ağ ayaqqabı alır cümləsinə görə. Cavabımız oldu B variantı. Bitdi. Gəldik 12-ci sualımıza. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin deyir. Qanun uyğunluğumuz ondan ibarət idi ki, bu nöqtələri, qara nöqtələri baxmalıyız ki, nələri qaraldıbdır. Baxsam burada həmin nöqtələrə 3 bucaq və 3 bucağın olduğunu görərəm. Və fikir versəz, bax bu 3 bucaqları qaralayıram, qırmızılayıram. Yerdə qalan hər şey birə-bir eynidir. Nə rəng dəyişər, nə fiqurların yerini dəyişər, nə fiqurların tərəflərinin sayını dəyişər. Baxın, 5 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı, 6 bucaqlı, qara kvadrat. Hər şey yerindədir. Yəni, diqqətlə baxsaq elədir, uzun-uzadı deyib vaxt aparmaq istəmirəm. Deməli, burada 3 bucaqların üstünə qara dairə qoyur. Burada 4 bucaqların üstünə qara qoyur. Fikir verin, bu nöqtə və bu nöqtədə fikir versəm, qara kvadrat, ağ kvadrat, qara kvadrat. Yəni, rəngindən asılı olmayaraq kvadratlar, yəni 4 tərəfliləri neynədir? Qara dairə ilə üzərinə örtmüş oldu. Bu 3, 4, bura fikir verim ki, bunlar nədir? Çünki demişəm, axı 2 dənəsindən hələ əmin olmayın. 3, 4, bəlkə sonra 5 dənəlik, 6 dənəlik gələcək, 7 dənəlik gələcək. Amma bunu tapandan sonra tam əmin olacaq. Baxıram, indi həmin yerlərə 6 bucaqlılar var orada. Baxın, burada da 6 bucaqlı, burada da 6 bucaqlı, burada da və nəhayət buradadır. Deməli, burada da 6 bucaqların üstünə qara dairə elirsə, 3, 4, burada 5 bucaqlıların üstünü qara dairə ilə örtməlidir. Mən də indi burada 5 bucaqların üstünü qara dairə ilə örtsəm və digər heç bir dəyişiklik eləməsəm, görüm hansı variantım alınacaq. 5 bucaqlının biri buradadır. Daha sonra burada 5 bucaqlı yoxdur. Burada 5 bucaqlı buradadır. Daha sonra 5 bucaqlının biri buradadır. 5 bucaqlının biri də buradaydı. Aha, baxın, birə-bir burada olan şəkil almalıyıq. Çünki 5 bucaqların hamısını qaraltdım. Daha tam eləmirəm. Yerdə qalanlar isə cavab variantımız olmalıdır. Baxıram həmin hissələrə. Burada bir dənə artıq qaralama var. Bu rəng belə də görsənmir. Bunun A variantını çıxıram. B bəndində biz qaraladığımız hissələrdən əlavə yenə bir dənə hissə qaralayıb o bəndə də çıxıram. C bəndində biz qaraladığımız hissələr yoxdur. Qalır nə? D ilə Y. Fikir verin, D ilə Y eyni yerləri qaralayıbdır. Bəli, düzgündür. Amma fikir verin, ən son bax, bu hissədə qara kvadrat var. Mən nə dedim? Dedim ki, nə rəng, nə tərəf, nə heç bir istiqamət yerini dəyişməməlidir. Y bəndində orada ağ kvadrat vermişdi. Bircə dənə fərqli məqam o idi. Yoxsa digərləri hamısı birə-bir oxşuyur. Diqqətlə baxsanız görərsiniz. Bir dənə də burada qaranın verməsi. Buranın ağ, buranın qara verməsi. Yox, bura qara, bura ağ olmalıydı. Cavabımız oldu nə? D variantı. Biraz da diqqət tələb eləyirdi. Çünki beyni gözü qarışdırırdı orada. Gəldik bura. Qramofon və maqnitofon.
Qramofon və maqnitofon arasında əlaqə odur ki, keçmişdə qramofon onun yeni forması maqnitofondur. İndi də B variantı, yəqin ki, bu sualı bir neçə dəfə görübsünüz və yadda da saxlayın, ox, mərmi. Sonra yay da olsaydı, oxun yayı var ha. Yay da olsaydı burada silah olardı. Qanun uyğunluğu müəyyən edilir, rebuslara aid bir sualdır. Bu sualı necə həll edəcəyik? Baxın, 60 və 10. 60 ilə 10-un cəmi eləyir 70. Onu 2-yə böləndə, yəni aşağı tərəf gələn üçbucaqlar bölür xəttlər. Yuxarı gedənlərsə çıxır bölür. Yəni 60 ilə 10-un cəmi 70, 2-yə böldüm 35. 60 ilə 10-un fərqi 50, 2-yə böldüm 25. Və yaxud da ki, 10 ilə 20-nin cəmi 30, 2-yə bölürəm 15 eləyir. 10 ilə 20-nin fərqi 10, 2-yə böləndə 5 eləyir. Cavablarımızı tapaq. 36 ilə 60-ın cəmi neçə eləyir? 96, 2-yə böldü 48 elədi. İndi mən 60 ilə 36-ın fərqi 24-ü 2-yə bölüb 12-ni yazmalıyam bura. 36 ilə 20-nin fərqi 16-dır. 2-yə böldü 8-i bura yazdı. İçəridəkilər toplanır daxı. 36 ilə 20-nin cəmi edir 56, 2-yə də böləndə edir 28. A 12, B 28. Cəm 40, 14-də doldu cavabımız A variantı. Keçdik 15-ci suala. Elə də çətin bir sual deyil. Deməli, fikir verirəm şəkilimdə ki, bu qara hissə sol tərəfdədir, düşdü aşağıya, keçdi yuxarıya. Yenə də sol tərəfdədir, amma biraz içəri keçibdə. Fərqi yoxdur içəri keçmənin. Yuxarıdan aşağı da baxa bilərsiniz, sütun üzrə, sətr üzrə də baxa bilərsiniz. Yenə keçdi aşağıya, yenə keçdi sağa. Yenə də sol tərəfdədir, aşağıdadır. İndi nə etməlidir? Yuxarı tərəfdə olmalıdır və hər dəfədə uc nöqtəsi var ha. Uc nöqtəsi o tərəfə birləşir. Baxın, uc nöqtəsi tərəfə birləşir. İndi bu tərəfdə olub, uc nöqtəsi də bura birləşməlidir. D bəndi yox, A bəndi yox, C bəndi yox. Bizə dənə B və Y qaldı. Görürsünüz, uc tərəfi ora birləşib, uc tərəfi ora birləşib. Bir də ağın hərəkətinə baxsaq, yəni ağ olduğu yerdən yarım içəri girdi, bir dəfə də yarım içəri girdi. Və yaxud da ki, bu şəkillərdə ağ yenə də yarım içəri girdi, bir dəfə də tam içəri girdi. İndi burada da ağ fiqurumuz bir dəfə yarım içəri girdi, indi tam içəridə olmalıdır. Tam içəridə olansa hansıdır? B variantıdır. Y bəndə istiqamətində fırlamışdı, olmazdı. Keçdik 16-cı suala. Hesab əməllərinə aid bir sualdır. Bu tipli suallar hesab əməlləri yox, cədvəllər desə daha doğrular. Cədvəllərə aid bir sualdır. A ilə S-nin hasili 8-dir. Kəsişməni bilməliyik də buradan. B ilə S-nin hasili 24-dür. Və nəhayət bir dənə cəm verib orada ki, A ilə də B-nin cəmi 8-dir. Bunlara nəzərən qiymətləri qoyub yerinə tapacaqsınız. Əsas da vurmada o. Çünki vurmada oxşar hədləri olur. O oxşar hədlərin qiymətini qoymaq baxımından çox rahat şəkildə tapılır. Neçə vuranda 8 eləyir? Biri 8-ə vuranda, ya 8-i 1-ə vuranda, ya da 2, 4, 4, 2 formasında. Düzdür? 1 verə bilsəm S-yə, S-yə 1 versəm, A 8 olacaq. Düzdür? S1 olsa, B 24-ə gedir. A-nın üstünə 24 gəndə 8 eləyərmi? Təbii ki, xeyr. Ona görə S-nin bir qiyməti olmaz. S-nin 8 qiyməti olarmı? S-yə 8 versəm A-ya 1 olur. S-yə 8 versəm B-yə 3 olur. Onda 1 ilə 3-ün cəmi 8-i vermir. Deməli, 1 və 8 qiymətlərin heç hansı olmadı. 4, 2 qiymətlərini yoxdur. S-yə 4 versəm, yəni o qədər də yoxlayacaq qiymətimiz yoxdur. Vaxtımızı çox almayacaq, narahat olmayın. 4 versəm A 2 olur, B-də 6 olur. Hə, bax indi A-nın yerinə 2, B-nin yerinə 6 yazsam, cəm 8 eləyər. 2-yi 4-ə vursam 8 eləyər, 6-yı 4-ə vursam 24 eləmiş olar. Bizdən nəyi soruşurdu? B-ni. B-miz oldu 6, elə B variantı. Keçdik 17-ci sualımıza. 40 nəfərlik bir qrupda rus dilini bilənlər fransız dilini bilənlərdən 3 dəfə çoxdur. Hər iki dili bilənlər heç bir dili bilməyənlərin yarısıdır. Rus və ya fransız dilini bilənlər 32 nəfərdirsə, yalnız fransız dilini bilən neçə nəfəri var? Bu tipli sualları Venn diaqramından həll edirik. Bir dənə qeyd yaradaq özümüz üçün. Çəkək bu tərəfə. Venn diaqramına fikir verin. Venn diaqramında bu rus dili bilənlərdir, bu da olsun fransız dilini bilənlər. Rus və fransız dilini bilənlər var. Bu kəsişdiyi yerlərdə yəqin ki bilirik, ortaq olan hissələrdir. İndi bizdən deyir ki, rus və ya fransız dilini bilənlər 32 nəfərdirsə, artıq burada rus və ya fransız dilini bilənlər dediyinə görə, burada yalnız rus dilini bilənlər, rus və fransız dilinə ortaq olanlar, yalnız fransız dilini bilənlərin hamısı bu cümləyə daxildir. Yəni, buradakı 40 nəfərin 32-si rus və yaxud da ki fransız və yaxud da ki hər ikisini bilir, yerdə qalanları heç bir dil bilmir.
Nə rusu bilir, nə fransızı bilir. O da qala hər ikisini bilmək. Deməli 40-dan tez çıxırıq 32-sini, qalır 8. Deməli bu 8 nəfərin ümumiyyətlə dil bilikləri yoxdur. Tez ondan əvvəlki cümləyə qayıdırıq. Deyirdi ki, hər iki dili bilənlər, yəni bu ortaq hissəyə yazılacaq qiyməti bizə müəyyənləşdirmək istəyir. Deyir, hər iki dili bilənlər heç bir dil bilməyənlərin yarısıdır. Bəs mən nəyi tapdım burada? Heç bir dil bilməyənlər 8-dir. 8-in yarısı neçədir? 4. Deməli, bu ortaq hissəyə neçə yazılmalıdır? 4. Hər iki dili bilənlər heç bir dili bilməyənlərin yarısıdır. Yəni 8-in yarısı 4 olmuş oldu. Əla. Və ondan sonra əvvəlki cümləyə qayıdıram. Deyir ki, rus dilini bilənlər fransız dilini bilənlərdən 3 dəfə çoxdur. Fransız dilini bilənlərdən, həmişə demişik, bu çıxışı xalardadırsa x ora qoyursunuz. Gətirdim, yazdım x-i bura. Əksər səhvlər bir sarda çıxır. Bax, bu cümlədə deyir ki, rus dilini bilənlər fransız dilini bilənlər 3 dəfə çoxdur. Bura x yazan kimi gətirib burada 3x yazırlar və onunla da misalın səhvliyi başlamış olur. Yadda saxlayın, fransız dilini bilənlər təkcə x deyil. Əgər fransız dilini bilənlərin sayı həm bax bu ortaq olan hissəni də nəzərə almaq şərtilə x olsaydı, rus olan hissəyə gətirib yazardıq o 3x məsələsini. Amma indi fransıza x yazmadım. İndi soruşuram, fransız dilini bilənlərin sayı nə qədərdir? Deyirsiniz ki, x üstə gələk 4. Təkcə x demirsiniz ki, nə olsun ortaqdır? Ortaq olanda fransız dilini bilmir. Elə ortaq olmaq həm fransızı, həm də rusu bilmək deməkdir. Deməli, fransız dilini bilənlərin sayı x yox, x plus 4-dür. Hə, indi cümləni oxuyub tətbiq eləyə bilərik. Rus dilini bilənlər fransız dilini bilənlərdən 3 dəfə çoxdur. Fransız dilini bilənlər buydursa 3 dəfə çoxu da bunun 3-ə vurulmasıdır. Bunu vursam 3-ə eləcək 3x üstə gələk 12. Bir dənə də burada diqqətli olmanız lazımdır ki, bura 3x üstə gələk 12 yazmaq olmaz. Niyə? Çünki 4 dənəsi də buradadır axı. Biz ümumi rus dili bilənlərin sayını yazırıq 3x plus 12. Desəydi ki, yalnız rus dilini bilənlərin sayı fransız dilini bilənlərdən 3 dəfə çoxdur. Hə, gətirib 3x plus 12-ni yazardıq ora. Amma cümləyə fikir versəz, rus dilini bilənlər deyir. Rus dilini bilənlər ortaq olanlar da ora aid olunmasıdır. Əgər ümumi olaraq 3x plus 12 yazmışamsa, 4 dənəsi burada nəzərə alıb, bura 3x üstə gələk 8 yazmalıyam. Çünki rus dilini bilənlər ümumi bir anlayışdır. Yalnız sözündən istifadə eləməmişdir. Bitdi. Baxın, indi burada 3x plus 8 var, 4 var, x var və bunların cəminin nəyə bərabər olduğunu da bilirəm. Bunları silirəm, qutarır getdi. Yazıram bura 3x üstə gələk 8, üstə gələk ortaq bilənlərin sayı 4, üstə gələk fransız dilində x bərabər edir neçəyə? 32-yə. Hardan bildim? Bayaqlar özü demişdi. Rus və ya fransız dilini bilənlər cəmi 32 nəfərdir. Onda 3x-dən x-in cəmi edir 4x bərabərdir. 8-dən 4-ün cəmi 12 müsbətdir. O tərəfə çevirəndə mənfi olur. 32-dən də 12 çıxanda 20. X də bərabər oldu 5. X nə idi elə? Bizdə fransız dilini bilənlər. Bizdən nəyə soruşurdu? Yalnız fransız dilini bilən neçə nəfər var? 5 nəfər var deyib A bəndini, variantını işarələyirik. Fransız dilini bilənlər neçə idi desəydi 9 deyərdik. Görsək cavabları 9 da yoxdur. Amma ümumi olaraq fransız dilini bilənləri sorursaydı 9 deyə bilərdik. Gəldik 18-ci suala. 18-ci sualda elə əksər tələbə iş cəhd eləyir. Misal üçün 3-dən 9-a, 3-ə vurma ilə digərinə gedir, amma ikinci həddən sonra dayandırır ki, yox, uyğunsuzluq oldu. Həmişə axıra qədər gedin. Bəlkə elə o uyğunsuzluq, o dediyiniz 4 dənəsinin təkrarı baş verir. Məsələn, 2-ə vurur, 2 gəlir, 5 çıxır. 2-ə vurur, 2 gəlir, 5 çıxır. Bunu yoxlamaq lazım, mütləq şərt. Bir də ardıcılığa bir genişdən baxmaq lazımdır. O vurmanı, o toplamanı görmək lazım. Nəyi demək istəyirəm? Baxın, burada 3, 9, 7, 21, 19, 57 gəl deyir. Deyir ki, məni 3-ə vurmaqla həll eləmək lazımdır. Yoxsa 3-dən 9-a bilirəm də 6 gəlməklə də gedərəm. 7-dən 24-də 14 gəlməklə də gedərəm. Amma bu 14 gəlmək sonraki mərhələlərdə tətbiq olunmayacaq axı. Mənim nəyimə lazımdır? Ona görə, bax, burada deyirəm 3 vuraq 3. Elədi 9. 9-un 11-ə necə gedirəm ki, qeyri-adi üsulum yoxdur. Elə plus 2. 11-dən 7-yə necə gedirəm? Yenə deyirəm, başqa bir üsulum yoxdur. Çıx 4-lə. Yəni, bunu görüb dayanmayın. Çünki bunun davamı da bu formada gəlir. 3-ə vurur, 2 üstünə gəlir, 4 çıxır. Yenə də 7-yi 3-ə vururam, 21. Üstünə 2 gəlirəm, 23. 4 çıxıram, 19. Yenə 3-ə vururam, 57. Sonra 2 gəlirəm, 2 gəlirəm, 59. 4 çıxıram, 55. Təzədən yenə də 3-ə vururam, 55-i 3-ə vuracam, düzdür? 55-i 3-ə vuranda 150, 165. X-imiz oldu 165.
3'ə vurandan sonra nə edirdim? 2 gəlirdim. Gördünüz? 167 və 4 çıxırdım 163. Heç orada 55-i 3'ə vuranda heç fikirləşməsək də görərdik. Üstünə 2 gələndə 167 deyirsə, x 165. X-in qiyməti oldu 165, Y-in qiyməti oldu 163. Toplasam 8, 2 yazaq 1 ya da 328 ilə B variantı olmuş olacaq. Bitdi. 19. Verilən hissələrin fikrən birləşməsindən alınan fiqurları seçin. Bəzilərinizin çətinlik çəkdiyi mövzulardandır. Bəlkə də əksəriyyət də deyə bilərəm, bilmirəm artıq. Bu tipli suallarda necə deyim, özünüzün təxəyyülü nə qədər önəmlidirsə, variantlarla işləmək də bir o qədər önəmlidir. Tutaq ki, bu variantları yoxlamağa çalışsam, bu hissənin hansı variantı yerləşdirməsi, Y variantını yerləşdirməyə çalışsam, yəni Y bəndini görürəm ki, 4 tərəfi də kvadrat, yəni düz xətdir da. Bu 4 dənə düz xətti mən bura yerləşdirə bilərəmmi? Yəni, daha doğrusu 4 xəttə nəzərəm, bunları yerləşdirə bilərəmmi? Çalışsam, baxacaqsınız ki, alınmır. Yəni, şəkillərin üzərində çəkməyə çalışsanız, Y variantında heç cür alınmır. Yəni, ortalarda bir yerə çəkmək lazımdır onu. Ortalarda da bir yerə çəkəndə, və hətta ki, buranı düz düşünə bilərik, amma heç düzə oxşamır. Yəni, düz olsaydı, bu belə olardı, təbii ki. Deyərdim ki, hə, yəni bir tərəfi bura düşsün, bir tərəfdə bura düşsün. Amma düz deyil deyə, yəni Y bəndini həmin dəqiqə atıb göndərə bilərik. Sonra variantları yoxlamaq olar. Bu hissəni, məsəl üçün, bu hissəni hara yerləşdirə bilərəm? O hissənin yerləşə biləcəyi variantlardan, məsəl üçün, B variantına baxın, o hissəni yerləşdirə bilmərəm. Yoxdur elə bir hissə. Necə deyirəm? Bunu belə çəksəm, bu parallelogram var, o trapesiya formasındadır. O trapesiyanı yerləşdirəcək bir hissə görmürəm deyə olmaz. Və hətta ki, D bəndində, hə, deyək ki, baxın, müəllim, o şəkili gətirdim, bura yerləşdirdim. Yaxşı elədiniz, yerləşdirin. Bəs davamını necə gətirəcəksiniz? Yəni, bu qədər böyüklükdə o şəkili hara yerləşdirəcəksiniz? D bəndi ona görə çıxaram. Yəni, bu formada rahat-rahat fiqurları yerləşdirmək baxımdan, hansını yerləşdirsəm, o birisilər digərləri kənarda qalır, qalmır. Bu baxımdan variantları çıxarıq. Məsəl üçün, qalar burada A ilə C variantı. Bunları da yerləşdirməyə çalışaq. Tutaq ki, bax, birinci şəklimizi böyük əksərən yenə bu şəkili görüb burada yerləşdirməyə çalışsaz, birincisi o qədər böyüklükdə də deyil. Böyüklüyü oxşartsaz belə, bundan sonra bu şəkildə, yəni bura çəkəndən sonra, bu formada çəkəndən sonra səhvdir deyib variantda qaçmayın. Burada trapesiyanı çəkə biləcəyim hissə buraydı. Başqa yerə çəkə bilmərəm axı. Düzdür? Çünki onun istiqaməti yoxdur. Amma A variantında başqa yerə çəkə bilərəm. Təkcə bunu çəkdi, səhv oldu. Amma orada səhv deyilsiniz axı. Yəni başqa istiqamətə çəkə bilmirdim deyə səhvdir. Amma burada təkcə A bəndini bura yox, başqa istiqamətə də çəkə bilərəm. Yəni A bəndini bura çəkəndən sonra bu hissə bura oxşuyur da, düzdür? Yəni tutaq ki, deyərəm bu şəkildə bura gətirim, yerləşdirim. Bu şəkili hara yerləşdirəcəm bəs? Şəkildə tutaq ki, bura yerləşdirdim, amma bu şəkil forması burada qalmadı. Ona görə A bəndində şəkil o formada yox, yəni daha dəqiq ölçülər falan da üstünə gəlsin deyə, bax, buradan çəkməliyik. Şəkili buradan çəksək. Deməli, birinci şəkli ora yerləşdirirəm. Buna 2 desəm, 2-ni bura yerləşdirəcəm. 2-nin də yeri buradır. 1-ə 1 də eynidir, 2 də eynidir. Daha sonra bu 3 şəkli deyə 3 deyim, 3-ü bir sıraya yerləşdirəcəm. Bax, özünü göstərir. Tərəfin biri burada, tərəfin biri burada, əyri xətt formasında. Baxın, 3 də buradadır. 3-ü də bura yerləşdirəndən sonra, buranı da yaşıl edeyim ki, fiqurumuzu tam oxşada bilək. Baxın, 4-cü fiqur da buradadır. Bu xətti buradır, bu aşağı xətti buradır, bu balaca xətti bu hissədir, bu hissə bu tərəfdə buradır. Bu 4-cü fiqurda gətirdim, buraya yerləşdirdim. Cavabım oldu nə? A variantı. Keçdik 20-ci suala. 3 azarkeş A, B, C, D, Y komandalar iştirak etdikləri bir turnirdə komandaların hansı yer tutacaqları barədə proqnozlar verirlər. Bu da maraqlı suallardandır. Diqqətli olun, bu tipli suallarda nə etmək lazımdır? Həmişə çoxluq olan hissəni düzgün qəbul etmək lazımdır. Necə? Tutaq ki, burada turnirin sonunda məlumat birinci azarkeş 2 dənə düzgün cavab verməlidir. İkinci və üçüncü azarkeşlərdə isə 4 dənəsi doğru verməlidir. Yəni bu 6-sının 2-si, bunda da 4-ü doğru olmalıdır. Əgər tutaq ki, burada deyil ala hissələrini görürəm. O hissələrə həmişə müsbət verin. Plus verin ki, bunlar üçü də düz deyil. Bəzən deyər ki, mən bəlkə səhvdir. Səhv versək, D-lərə səhv versək. Baxın, D səhv olandan sonra B ilə C, C ilə B, A ilə F, F ilə A. Görürsünüz nə qədər bir fərqli variantlar veriblər, cavablar veriblər. Hərəsində fərqli eləsəm, mən bu 4 dənə düzgün cavabı hardan alacam? Ona görə bizə bu belə istiqamət verəndə çıxmadan çox plus vermək köməyimizə çatır. Ona görə yadda saxlayın, bir qayda kimi də deyə bilərik.
hərflərin çox olduğu hissələrə, yəni bu tipli misallarda düzgün fikir kimi qəbul edirik. Düzgün fikir kimi qəbul elədikmi? Deməli, 4-cü yer tutana D demiş olduq. Bundan sonra yenə də hərfin çox olan hissələrdən, ya buradakı Y-dən, ya buradakı F-lərdən, ya buradakı S-lərdən birindən hərəkət edəcəksiniz. Təbii ki, ola bilər ki, hansı hissəsə fərqli səhv olsun, səhv istiqamətə getdiyi an dayandırmış olacaqsınız. Dayandıracaqsınız, yox, artıq burada alınmır. Səhv olduğunu hardan biləcəksiniz? Buradakılardan 2 düz olmalıdır, 4 düz olmalıdır, 4 düz olmalıdır. O şərti qorumaqla. Baxıram indi, D-ləri düz dedim. İndi bir istiqamət olaraq buradakı S-lərə baxacam. Deyirəm, buradakı S düzdür, bu da düzdür. Deməli, bura nə olur? S olur. B səhv olmuş oldu, düzdür. Birinci azarkeş neçə dənə düzgün cavab verməlidir? 2 dənə. Artıq onun 2 dənə düzgün cavabı var. Birinci yeri deməklə düz oldu, bir də 4-cü yeri demək. Deməli, yerdə qalanları, yəni 2-ci yeri, 3-cü yeri, 5-ci yeri və 6-cı yeri səhv demiş oldu. Görürsünüz, bayaqlarını dedim, F-lərdən hərəkət eləsəydik, istiqamətimiz düzgün olmayacaqdı. Çünki F-lər də 2 dənə olmasına baxmayaraq, artıq burada F səhv variantı. Bu %100 olmuş olacaqmı? Görərik. Yəni, S-ləri yazanda düz olmasa təzədən qayıdıb F-ləri düz olub digərlərini yoxlayacağım. Və ya da ki, Y-lərə düz verib digərlərini yoxlayacağım. Amma hal-hazırki vəziyyətdə F-lər səhv oldu. F-lər səhv oldusa, əgər burada bu formada getsə, onda nə olacaq? 3-cü yer, yəni buradakı F səhvdir, buradakı F səhvdirsə, deməli A düzdür. 3-cü yer tutan kim olacaq? A olmuş olacaq. Əgər burada S birinci yer tutubsa, S gəlib təbii ki, 2-ci yerdə tuta bilməz daha. Baxıram ki, Y deyilsə, S deyilsə, bura kim qalır? B qalmış olur. 2-ci yerə axır əvvəl biri qalmalı deyil. B cavabı qalmış olur. Amma digər hissələri yoxlasaq, baxaram ki, bu ikinci azarkeşimin 4 dənə düzgün cavab verməlidir. Artıq onun 2 dənə səhvi veribsə, buradakı da, buradakı da, buradakı da və buradakı da düzgün olmalıdır. Düzgün olmalıdır. Çünki 4 dənə düzgün yaratmaq üçün qalan ikisinə müsbət verməkdir. Y düzdürsə, onda burada bir dənə düz qoyuram. 6-cı yerdə Y tutmuş olur. Daha sonra burada F səhvdirsə, F düzüdürsə, bura 5-ci yeri F tutmuş olursa, bura səhv qoyacam. Artıq aşağıdakı azarkeşin 1, 2, 3 düzü varsa, burada 4-cü düzü olub B yazmalıydı. Burada da oldu B. Həqiqətən də düzgün istiqamət götürmüşük. Baxın, deməli, çox hərflərdən F-lərə düz versəydiniz, misalımız alınmayacaqdı. Amma Y-lərə düz versəydiniz, S-lərə düz versəydiniz, görürsünüz, hər istiqamətdə alınır. Deməli, bu çoxluq olan hissələrin əksərən hamısı da təbii ki, həmişə düzgün olmur. Onu nəzərdə diqqətdə saxlayırsınız. Bir də ki, hansı istiqamətə gedə bilərdiniz? Y-lərə düzgün verməklə. Niyə? Çünki 2-ci və 3-cü azarkeşdə say çoxda axı 4 dənə düzgün verməlidir. O məntiqlə hərəkət edib Y-lərə düzgün verməyiniz daha məqsədə uyğun olardı ki, S-lər nəinki F-lər. Çünki S-lərlə F-lərin mövqeləri eynidir, düzdür. Amma Y-lərə düzgün cavab verib məntiqi daha düzgündür. Çünki 2 və 3-cü azarkeş 4 dənə düzə ehtiyacı var. Ona görə bunların dedikləri bir-birinə oxşar olsun deyə nə edirəm? Bunlara plus verirəm. Yenə də Y-yə də plus versəz, o istiqamətdən bu cavabları almış olacaqsınız. Bizdən soruşurdu ki, 2-ci yer tutan komanda hansıdır? B komandasıdır, yəni A variantı. Keçdik 21-ci sualımıza. 21-ci sual şəkil məsbətləri və rahat bir sualdır. Baxıram, ən alta ikinci şəkli qoyur. Və xəttlər yuxarıdan aşağıya, indi soldan sağa doğru olur. Xəttlərdə istiqamətə fikir verin. Mən də ən aşağı hissəyə dairəni qoyacam. Xəttlər soldan sağadırsa, indi yuxarıdan aşağı olacaq. Variantlara baxsam, baxın, A variantında xəttlər, arxadakı xəttlər sağdan sola, soldan sağadır. Və yaxud da ki, elə Y variantında da həmçinin. 2 dənə variantı elə buna görə çıxdım xəttlərin istiqaməti. Amma digər variantlarda ən alt hissəyə baxın, ha. Ən alt hissədə yuxarıdan aşağıyadır xəttlər elə olmalıydı. İkinci nə edir? Bu birinci fiquru ora üstünə qoyur. Mən də ikinci həmlədə birinci fiquru bunun üstünə qoyacam. Yəni, çəkmirəm artıq. Və xəttlər yuxarıdan aşağıya idi. Baxın, indi burada soldan sağa idi. Gətirdi bunun üstünə qoydu, yuxarıdan aşağıya çevrildi. Yəni, xətt istiqamətini dəyişdi. İndi burada xətt istiqamətini dəyişsə, yuxarıdan aşağıya yox, nə olmalıdır? Soldan sağa olmalıdır ikinci fiqurumuzun içindəki şəkillər. Amma D variantına baxın. D variantında bu 6 bucaqın içərisindəki xəttlər yuxarıdan aşağıya kimi qalmışdı. Qalmamalıydı. Soldan sağa olmalıydı. Bunu da çıxdım. B və C variantında isə təbii ki, bu 3-cü fiqurdan asılı olmuş olacaq. 3-cü fiquru nə edir? Baxın, ağ olan hissəni qaraltdı, qara olan hissəni isə ağartdı. Mən də onun kimi eləyəcəm. Qaranı ağaracam, ağı da qaraltmış olacam ki, burada da baxıram ki, C variantı birəbir ondan eynidir. Eyni saxlamır daxı. Baxın, qaranı ağ elədi, ağı da qara elədi. Cavabımız oldu 21-də B variantı. Keçdik 22-ci suala. Neçəsi yerini dəqiqliklə müəyyənləşdirmək mümkün deyil. Hə, şəkil analizi bir xəttidir.
3 xəttidir, 2 xəttidir, 2 xəttidir, 2 xəttidir və 4 xəttidir. Düzdür? Təzədən yenə buraya yazıram. 2 xəttir, bura 2 xəttir, burada 2 xəttir, bura 1 xəttir, bura 3'dür, burada 4'dür. Dəqiq olanları necə müləşdiririk? Xətlərin sayı elə bir dənə olanlar. Tutaq ki, bir xəttli bir dənə P var. Başqa heç nə yoxdur ki. Bir xəttli P-ni gətirsiniz, yazırsınız bura. Sonra 4 xəttli bir dənə M var. 4 xəttli M-i gətirsiniz, yazırsınız bura. P-dən çıxan bir 3-ə gedir və ya da ki 3 xəttli də yenə bircə dənə var deyə N-i də gətirib yazırsınız bura. Yəni buradakı X, Y-in heç bir önəmi yox edər. Sadəcə çaşdırma üçün verilmişdir. P-nin, M-in, N-in yerini tapmışam. Qalıb K, L, R. N'dən çıxan yollara baxın. N'dən çıxan yol P-yə getdi. Baxın, N'dən çıxan yol P-yə getdi. Daha sonra N'dən çıxan yol M-ə getdi. Baxıram, N'dən çıxan yol M-ə getdi. Bu da var. Bir dənə də N'dən çıxan yol nəyə gedir? R-ə. N'dən çıxan yol 2 xəttli R-ə gedirsə, R-in yeri də buradır. R-i də tapmış oldum. Yerdə qaldı 2 dənə hissə. Baxın, yadda saxlayırsınız ki, 2 xətt çıxan fiqurların əgər bir-birlərinə yolu varsa və getdikləri digər yolda eyni fiqurdursa, onların yerinə heç vaxt dəqiqliklə müəyyənləşdirmək olmaz. Yadda saxlayın bunu. Yəni, bura M idi. Fikir verin, bu 2 xəttində yolu M-ə gəlir, bu 2 xəttində yolu M-ə gəlir və bir-birlərinə yolu var. Yadınızdadırsa, misalla tipləri, bunları tapmayanda koordinatları çıxardırdı. Bu 2 xəttin koordinatı nədir? 4 xətliyə, 2 xətliyə. Bu 2 xəttin koordinatı nədir? Yenə 4 xətliyə, 2 xətliyə. Yəni, koordinatlar belə heç vaxt kömək eləmir və 2 dənəsinin yerini, yəni L-in burada, K-nın burada, yoxsa L-in burada, K-nın burada olduğunu heç vaxt müəyyənləşdirə bilmirik. Çünki onların öz aralarında yolları var və getdikləri yol da eynidir. Bizə kömək olan hissə yoxdur. 22-də cavabımız oldu B variantı. 23. İçərisində 5 ton su olan hovuza saat 18-dən da su verilir. Lap yaxşı. Bizə deyir ki, saat neçədə hovuzdakı su miqdarı 11 ton olar. Bu tipli misallarda bu cədvəli və qrafiki analiz eləmək lazımdır. Baxın, 5-dən 7-yə neçə ton qalxdı? 2 ton. O 2 ton müddətin qalxmağın müddətini isə buradakı zaman qrafiki verilmiş olur. Baxın, buradan bura gələnə qədər 0-dan 3-ə, yəni 3 saat keçmiş olur. Bu qrafiki məncə artıq analiz eləməyi bilməliyik. Buradan bura qədər 3 saat. Deməli, 2 ton suyun dolması üçün 3 saat vaxt sərf elədi. Yadda saxlayın, bizim başlanğıcda olan su miqdarını heç vaxt yaddan çıxartmaq olmaz. Yəni, bizə demir ki, indiki qrafikdən sonra nə qədər 11 ton gələr. Zaten o uyğun gəlməyəcək. Saat olaraq tam saat olmaz da, belə deyim. Çünki 2 tona 3 saatdır. Nə demək istəyirəm? Yəni, bu 5 tonu nəzərə almaq lazımdır. Yəni, hal-hazırda 5 ton var. Çünki bizə deyir ki, hovuzdakı su miqdarı nə vaxtdan sonra 11 ton olar? Nə vaxtdan sonra? Yəni, 5 ton var, 11 olması üçün də 6 lazımdır. Yəni, 2 tonu 3 saata, yenə 2 tonu 3 saata, yenə də 2 tonu 3 saata doldursa, 6 ton burada əmələ gətirmiş olaram. 5 ton var idi, 6 ton da buradan gəldi. Elədi, neçə? 11. Neçə saat ərzində? 3, 6, 9 saat ərzində. Deməli, saat 8-də buradaydı, 5 tondaydı. 9 saat sonra, yəni 8-in üstünə 9 saat gəndə neçə edəcək? 17:00 edəcək da. 4 saat ora gedir, 12:00 olur. 5 saat ora gəlir, bəli 17:00 olmuş olur. Deməli, saat 8-də başlayan havuz su verilən nasos. Saat 17:00-da 11 tona gəlib çatacaq. Burada əsas məsələ nə idi? Başlanğıcdakı tonu yaddan çıxartmamaq. Və nəhayət 24-cü suala da baxaq. Yəni də təbii ki, bu sualların davamı gələcək. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin deyir. Burada qanun uyğunluq nədir? Həmin dəqiqə görürəm. Bir elin istiqamətinə də tapa bilərəm. Bir də ki, görürəm də. Yəni, bu, belə deyək, X forması deyək də. X forması soldaydı. Bir dəfə 90 dərəcə fırladı, qabağa gəldi. Yenə də bu qara məsələsi. Soldaydı, bir dəfə 90 dərəcə fırladı, qabağa gəlmiş oldu. Və ya da ki, elin istiqamətinə baxın. El burada bu formadaydı, 90 dərəcə fırladı, bu formada oldu. Yenə 90 dərəcə fırladı, bu formada. İndi bir dəfə də 90 dərəcə fırlasam, elin forması bax bu formada olmuş olacaq. Bu variantlara baxıram, görüm hansında var. Bir A variantında var, bir də Y variantında var. B-də, C-də və D-də el o formada deyil. D-də ümumiyyətlə el yoxdur. Yaxşı, bəs qabaqda olan fiqurun hansı olduğunu tapmağı neyinirdim? Soldan sağa çevirmirdim. Baxın, ən son fiqurumda sol tərəfdə ağ-qara dairə var idi. Fırlayanda qabağa o düşəcək də. Bu düşəsi deyil ki. A bəndə silirəm, cavabımız qalır nə? Y variantı. Bax belə, 24 suala qədər gəldik. Bunlar 50 dənə sualdır.
Davamını isə ikinci videoda görmüş olacaqsınız. Özünüzə yaxşı baxın. Sağ olun. Hələlik.